Və aleykum assalam və rahmetullah. Sual belədir ki, deməli, biz elə qocalar tanıyırıq ki, onların ağlı qaçır, nə etdiklərini bilmirlər. Biz necə yaşamalıyıq ki, necə olmalıyıq ki, sonumuz belə olmasın? Təbii ki, sonumuz elə olmasın deyə biz haramlardan uzaq olmalıyıq. Allaha daimən səcdə ibadətdə olmalıyıq. Və bununla yanaşı Peyğəmbər sallallahu əleyhi və səlləm etdiyi dua var. Allahumma inni a'udhuke minel əczi və minel kəsli və minel kəsli və əuzu bika Allah min uradda ilə ərzalil umur. Bax budur. Əuzu bika Allahumma en uradda ilə ərzalil umur. Yəni duanın bu hissəsidir ki, ey Allahım, mən səndən sığınıram ki, yaşadığım ömürdə rəzilliyim olsun. Bunun da dalınca gəlir ki, o minəl haram. Haram da pis qocalıq deməkdir. Həm rəzil həyatdan Allaha sığınırsan və həmçində pis qocalıqdan. Bax, bu dediyin pis qocalıqdan o duanı eləmək lazımdır ki, Allaha sığınasan. Bunu Peyğəmbər s.ə.v daimən də edib.